Magistraturaya qəbul imtahanında iştirak etmək üçün bakalavr Dövlət İmtahan Mərkəzinin internet saytının müvafiq səhifəsinə keçid etməli və buradakı təlimatlarla tanış olduqdan sonra daxil ol düyməsini sıxaraq şəxsi kabinetinin istifadəçi adı və şifrəsini tələb olunan hissələrə yazmalıdır. Açılan səhifədə aktiv və istifadə olunan elektron xidmətlər əks olunur. Müvafiq xidmətin qarşısındakı daxil ol düyməsini sıxaraq ərizəyə keçid edin. Ekranda əks olunan səhifədə 3 alt menyu və status bölməsi yerləşir. Şəxsi məlumatlar bölməsində şəxsi və əlaqə məlumatlarınız əks olunub. Bu sahələrdə dəyişiklik etmək üçün şəxsi kabinetə keçid etmək və dəyişikliyi orada icra etmək lazımdır. Əgər ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul olunduqdan sonra soyad, ad və ya ata adında dəyişiklik olubsa, müvafiq xanalarda dəyişikliklər edib yadda saxla düyməsini sıxın. Ali təhsil bölməsində bakalavr təhsili haqqında məlumat verin düyməsini sıxdıqda, məlumatlarınız tələbə məzun Dövlət Elektron Məlumat Sistemindən, xarici ölkələrdə təhsil alanların məlumatları isə Təhsildə Keyfiyyət Təminatı Agentliyinin müvafiq informasiya sistemindən sorğulanıb ekranda əks olunur. Bakalavr təhsili haqqında məlumat cədvəldə əks olunmadığı halda bitirdiyiniz təhsil müəssisəsinə müraciət edib, diplom məlumatlarının tələbə məzun sisteminə daxil edilməsini tələb edin. Seç düyməsini sıxdıqda, açılan pəncərədə bakalavr diplomuna aid məlumatlar əks olunur. Ümumi orta müvəffəqiyyət göstəricisi xanasının boş olması həmin göstəricinin tələbə məzun sisteminə daxil edilmədiyini göstərir. Bu göstərici məlum olmadıqda, həmin xana boş qalmalıdır. Bundan sonra yadda saxla düyməsini sıxın. Əgər təhsiliniz haqqında məlumat ekranda əks edilmirsə, bakalavr təhsilim göstərilməyib düyməsini sıxın və açılan pəncərənin müvafiq xanalarına təhsiliniz haqqında məlumatları daxil edib yadda saxla düyməsini sıxın. Bakalavr təhsil haqqında məlumatlar daxil edildikdən sonra, əgər varsa, magistratura səviyyəsi üzrə təhsiliniz haqqında məlumatlar daxil edilməlidir. Bunun üçün əvvəlcə magistr təhsili haqqında məlumat verin düyməsini sıxın, sonra isə açılan pəncərədə təhsilin ödəniş formasını seçib yadda saxla düyməsini sıxın. Daha sonra imtahan bölməsinə keçid edib aktiv imtahan qeydiyyatına uyğun birinci cəhd imtahanına qeydiyyatdan keçmək üçün şəkildə göstərilmiş düyməni sıxın. Açılan ekranda imtahanda iştirak edəcəyiniz bölməni və xarici dili seçib yadda saxla düyməsini sıxın. Ərizənin statusu hissəsində imtahana qeydiyyat ərizəsinin təsdiq olunub-olunmadığı və səhvlər haqqında məlumat qeyd olunur. Təsdiq et düyməsini sıxdıqda ekranda xəbərdarlıq bildirişi açılır. Bu bildirişdə ərizənin təsdiqi üçün tələb olunan vəsaitin şəxsi kabinetin balansından çıxılmasına razılıq verərək ərizənizi özünüz təsdiq edin. Təsdiqlənmiş ərizəni çap etmək üçün çap düyməsini sıxın. Məxfiliyi təmin etmək və kənar şəxslərin müdaxiləsinin qarşısını almaq üçün ərizə səhifəsinin yuxarı sağ hissəsində yerləşən çıx düyməsini sıxın. Bütün imtahan iştirakçılarına uğurlar arzulayırıq.